O zaman həmin vətəndaş və onunla həmfikir olanlar hesab edirlər ki, Azərbaycan xalqının hər il 7-11 milyardını oğurlayıb, Azərbaycanlı uşaqları uşaq pulsuz qoyub, yaşlıları pensiyasız qoyub, 50 müavinətsiz qoyub, o pulları Britaniya daşımaq millilikdir. Bu millilikdirsə millidirlər. Həmin vətəndaş və onun xidmət elədiyi adamlar düşünürsə ki, Azərbaycanın ən ləyaqətli övladlarını illərlə həbsxanalarda çürütmək, Qarabağ qazisinin onurğası yaralanmış, qəlpə gəzdirən onurğasında Qarabağ qazisinin kürəyində tullanıb düşmək, Qarabağ qazilərinə, siyasi məhbuslara divan tutmaq millilikdirsə, millidir hökumət. Əgər həmin o sualı yazanlar və onun arxasında duranlar hesab eləyirlərsə ki, bütün dünyanın üz döndərdiyi işğalçı Rusiyanın işğalçı rəhbəri Putinlə 22 fevralda müttəfiqlik sazişi imzalayıb. Yəni 22 fevral ona görə deyirəm ki, o qondarma LNR, DNR Ukraynadan torpaqları tanıyıb, Ukraynaya təcavüz eləyən dövlətlə müttəfiqlik elan edib. O müttəfiqlik bəyanatında 2 maddə ilə Azərbaycana Rusiyanın ordu gətirməsinə zəmin yaratmaq millilikdirsə doğrudan siz millisiniz. Əgər